düşün dərin, inan buna hər dərdin var əlacı. Həyat varsa, hər duyğulu baxışda, yağan nurlu yağışda bir məna var. Həyat varsa, ol əlvan üfüqlərdə, göyərən ümidlərdə sabahlar var. Həyat varsa, həyat varsa. Sağ ol. Yaxşı yox. Görüşərik Qaqaş, sağ ol. Bu Natiq deyil. Ha. Salam Natiq. Salam. Niyə tək dayanmısan? Gəl gedək bizlə. Ala gəl gedək də qorxma, yemərik səni. Bir adam içinə çıx, qayna qarış da. Nə bilim, dedim bəlkə istəmirsiniz mən sizə qoşulum. Ha, niyə istəmirik? Biz dost eləyik bəyəm. Gəl gedək də. Gəl, gəl. Natiq. Hə? Götür. Yox, mən çəkib deyiləm. Niyə? Böyməmsən hələ. Heç vaxt çəkməmişəm. O çək də öyrəşərsən. Götür. Siqaret çəkməyən kişi olar bəyəm. Götür də. Natiq, axşam gəlirsən deyil ki? Yox, gələ bilmərəm. Pulum yox. Anon pul vermir, bir dəqiqə deyəm. İnternet kluba getmirsən, siqaret çəkmirsən, bizi ilə gəzmirsən. Qızsan sən o. Bir yerdən tap düz qoş elə də. Biraz oyun oynayarıq. Bax ha, yoxsa səni yanımızda gəzdirmərik. Maraqsız olarsan bizim üçün. Yaxşı, gələrəm.
Səltənət bacı. Salam aleyküm. Necəsiz? Siz necəsiz Yusuf Elə də, qardaş? baba, necə olacaq? Biz qovuruq, çörək qaçır. Hə, onu düz deyirsən. Bağışlayın Səltənət bacı. İş güc başımıza o qədər qatır ki, vallahi heç maraqlanmağa da vaxt olmur. Uşaqlar necədir? Hamısı yaxşıdır. Çox sağ ol, çox şükür. Bax, nəsə lazım olsa çəkinməyin. Ya mən, ya bizim arvad. Səlim bizim qardaşımız idi. Allah rəhmət eləsin. Yaxşı, nəsə lazım olsa mütləq deyin. Allah razı olsun. Ana, mən gedirəm küçəyə. Gecənin bu vaxtı hara belə? Nə gecəyə ana? Hələ tezdir ki. Binanın altındakı internet kluba gedirəm. Uşaqlar məni gözləyir. Yaxşı get, amma gec qayıtma. Sən məni gözləmə ana, yat. Mən yatmamış gəl. Eşitdin məni? Baxaram ana. Natiq, Natiq, mənə bax. Natiq hara getdi ay ana? İnternetə getdi. Birazdan gələr. Gözdə gələr. Oyuna oturdusa çətin qalxar oradan. Niyə icazə verdin? Neyniyim ay qızım? Axır vaxtlar sözümə baxmır heç. Ərköyün böyüdürsən ana. Qulaq asmaz da. Mən necə qulaq asıram? Atamın şəklinə baxıb ağlamaqdansa bu dünyaya qayıt ana. Bu şəkil sənə kömək eləməz. Bura bax, danışığına fikir ver. Başqa kimlə danışacağam? Bu adi şəkil deyil. Ana, mənim də yatağımın yanında atamın şəkli var. Mən də hər gecə ona baxıb ağlayıram. Amma atam yoxdur indi ana. Özümüz qalmışıq. Hər şey sənin boynundadır ana. Düz deyirsən. Natiqin dostlarından da heç xoşum gəlmir. Axır vaxtlar bizə olan münasibəti, evə gedib gəlmək vaxtları. Ağacı yaş olanda əymək lazımdır ana, sonra peşman olarıq. Düz deyirsən qızım. Balaca vaxtından yetim qaldı yazıq balam. Atasını çox istəyirdi axı. Deyirəm atasızlıq pis şeydir. Başı qarışsın, bir çıxsın, gəzsin, eyni açılsın. Amma sən düz deyirsən. Mən onu çox boş buraxmışam. Natiq indi görərsən sən. Ay göstərdin ha. Ay zibilə qalasan. Natiq, bəxtin var ha. Oyun sənki gətirdi. Ana, mən yatmağa gedirəm. Gecən xeyrə qalsın. Gecən xeyrə. Yuxun şirin olsun qızım. Ana, Hə qızım. deyirəm bəlkə yarım günlük iş tapım, hə? Nə olar, buna da yox demə, xahiş edirəm. Yox deyəcəm buna da. Yarım gün yox, bir saatlıq da olmaz. Qızım, sən yaxşı oxu.
Məzun ol, sonra işləyərsən. Səndən başqa heç nə istəmirəm ki. Ana, hər gün onun bunun evini yığışdırmağa gedirsən. Çox yorulursan. Gecələr də səhərə kimi toxuyursan, işləyirsən. Mənə çox pis təsir edir. Bax, mən gəlib oturub televizora baxıram, amma sən işləyirsən. Deyirəm, nəsə köməyim olar da ailəmizə. Həm də axı səndən pul istəməyə üzüm yoxdur, ana. Heç olmasa öz xərclərimi özüm ödəyərdim. Sən mənim ağıllı balamsan. Nə lazımsa məndən istəyəcəksən, yaxşı? Dur qızım, gid o sürmədən pulları gətir. Yox, ana, indi istəmirəm. Nə, tavan, gətir dedim. Bu da onların sənətləridir. Sabah bunları da həll edərsən. Yaxşı. Nə bəxtdir? Natiq əli oynayır da. Natiq, əjdaha sən, qaqaş, əjdaha. Ay Allah, sən pul götürməmsən ki buradan. Yox. 10 manat çatışmır. Hamısını gətirmisən? Sirmədə qalmayıb ki? Yox, başqa pul yoxdur orada. Paltarların hamısının altına baxmışam. 10 manat çatmır. Fikirləşdiyimiz kimi olmaz inşallah. Al qız. Sağ ol, ana. Ha? Yes. Yaxşı uşaqlar. Sağ olun, mən gedim. Hara? Dayan görüm. Gecdir də, evə gedirəm. Nati, mama uşağısan? Anamdan qorxursan? Yox, nədən qorxacam? Yaxşı, getmirəm. Neyniyək? Mən indi bir şey fikirləşib deyərəm. Sən fikir eləmə. Otur. Başını qat orada. Otur aşağı, otur. Hələ hara gedirsən? Allahım, sən kömək ol. Sən gücsüzlərin gücüsən. Pərverdigara, balalarıma kömək ol. Onları xatadan, baladan qoru. Pis adamlardan qoru, Pərverdigara. Ruslan, Ha, deyirəm nə qədər bağlanmayıb bura. Gedək bir dənə pivə içək. yaxşı. Amma uşaqlar, adama bir dənə içək. Məndə pul az deyil. Deyirəm uşaqlar, mən gedim, gecdir. Yaxşı görək, gec zad deyil. Anan gözləyir, Nati. Yəqin sənin üçün süd qızdırıb. Gedit, soymasın. Uşaqlar, deyirəm sabah dərs var axı. Gecikərik dərsə, səhər dura bilmərik. Az olub bəyəm. Niyə durmuruq? Durarıq. Gəl, həm də səndən vacib işimiz var. Nə işiniz var məndən? Ayaq üstə danışacaq, ala. Gedək danışarıq da. Natiq, hardasan? Bu nə vaxtın gəlməyidir? Gəldim də. Saat neçədir ki? İçki içmisən? Yo, nə içki? İçmisən? Yaxşı da, bir dənə pivə içmişəm. Nə olub axı? Necə yəni nə olub? Bu yaşda nə içkidir? İndidən başlamısan? Ən zəhləm gedən şeydir. Atan bir qram da dilinə vurmazdı. Kimdən keçdi sənə bu? Kimdən öyrəndin bunu? Bilmirəm. Pulu hardan tapdın içki üçün? Uşaqlar aldılar mənim üçün. Mən vermədim pulunu. Yalan deyirsən. Hardan tapmısan pulu? Vallah yalan demirəm. Sus, and içmə. Bura bax, bir də sən belə bir şey eləsən, bir də səni belə görsəm, Başımı xarab eləmə. başını xarab eləyirəm, hə?
Nə olub Sən ayana? alaram ayağımın altına it kimi çırparam. Tərbiyəsiz. İçki, oğurluq, yalan. Atan sağ olanda bunların heç biri yox Nə idi. olub axı ana? Evin kişisi kimi sən bizi qorumalısan. Amma biz sənin dalınca düşmüşük indi. Səhərdən axşama kimi cəmaatın kirini təmizləyirəm. Nazını çəkirəm. Elə bilirsən xoşuma gəlir, hə? Sən kef eləyəsən deyə, hə? Oxuyun adam olun deyə. İstəyirəm atasızlığı, yetimliyi sizə bildirməyim. Hiss eləməyəsiz. Budur mənim elədiklərimin əvəzi. Ayana neyniyib axı? Sinif yoldaşları ilə görüşməyə gedəcəm deyib, çıxıb içki içməyə gedib. Nə olacaq? Həm də məndən oğradığı pulla. İçki? Bir dənə pivə içmişəm də. Elə bir də nə ilə başlayır da? Bura bax, bir də sən o dost dediyin adamlarla, avaralarla görməyəcəm. Eşitdin? Bir də onların biri ilə danışan görsəm səni. Get yat. Gözüm görməsin səni. Natiq hara? Dərsə? Ala bu istidə dərsdə oturmaq olar. Neyniyim bəs? Necə neyniyim? Hint toyğuzu atsan, gəlirik gəzməyə. Uşaqlar, dərsi çox buraxmışıq. Qayıblarımız da çoxalıb. Valideynlərimizi universitetə çağıracaqlar. Çağırsınlar da. Nə olar? Qorxursan bəyən? Ha? Yo, nədən qorxuram? Yaxşı, gedək. Ha, belədir də bayaqdan. Natiq, bundan sonra sən bizim dəstədənsən. Dünən sənə söz demişdim, ha? Onu da danışacaq. Nə vaxt başlayaq? Ala kimi gözləyir? Elə bu gün. Tələsmə. Hər şeyi yaxşı hesablamaq lazımdır. Mütləq uğurlamalıyıq. Yo, nə evə lazımdır? İstəyirsən gedək təkər qaraldaq, halal pul qazanaq. Məzələnirsən ala mənə. Başqa necə pul qazanmaq olar? Deyirəm uşaqlar, birdən tutarlar. Dəyişət səni. Deyirəm tutsalar birdən səni asarlar ha. Bizə də ömürlük. Kim tutacaqsan ay axmaq. 80 yaşı var arvadın. Qulaqları eşitmir. Gəzməyə heç bədbəxtin halı da yoxdur. Belə də baxanda özün bilərsən. İstəyirsən sən Anovun cibindən oğurlamağa davam elə. Bura bax, belə mızmızasansa bu işə baş qoşma. Bizlə də əlaqəni kəs. Nə var ya burada? Girib götürüb çıxırıq da. Yox, nə muzmusan? Deyirəm, yəni yazıqdır da. 80 yaşında arvaddır. Yaşlıdır, amma varlıdır. O pul onun üçün çoxdur. Nə deyirəm? Gedək. Gedək. Getdik. Ana sənə demədi o avaralarla gəzmə? Dedi, gəzmirəm ki. Yalan demə, görmüşəm. Dərsdən qaçmışdın, hə? Sənə nə? Necə yəni mənə nə? Dərs vaxtı orada nə gəzirsən sən? Yazıq arvad gecə-gündüz işləyir ki, biz oxuyaq. Heç vicdanın yoxdur sənin? Adam heç olmasa biraz utanar da. Əşi dərs boş idi. Biz də getdik hava almağa. Nə olub axı? Natiq, axır vaxtlar çox yalan danışırsan. Dərs boşsa da olmayıb. O uşaqların ağlı ilə oturub durursan. Onlarla dost olandan bəri yaman dəyişmisən. Atam bizə bunları öyrədib. Yalan, oğurluq, içki.
Ağlı başıma yığ. Ağlım başımdadır. Mən hər şeyi yaxşı bilirəm. Sən qarışma hər şeyə. Çox bilirsən, ona görə dərsdən qaçırsan, ona görə gecə yarısına kimi orada-burada veyillənirsən, ona görə evdən pul oğurlayırsan. Natiq, sən belə deyildin. Bəsdir, başımı xarab eləmə mənim. Sən can yer gelişinlə məşğul ol. Bura bax. Süfrə hazırdır qızım. Niyə çağırmırsan? Gəlin yeməyimizi yeyək. Hə, ana, indi hazırlayıram. Sən də qalx bacına kömək elə. Dur. Bugün işi həll eləyirik də. Nə yaxşı axır ki, şükür Allaha hər gün bu gün. Saat 9-da internet klubda. Arvad yatandan sonra gedirik. Yaxşı? Natiq yaxşı. Eşitdin də, saat 9-da internet klubda. Hə, eşitdim. Nə olub bala? Qorxursan? Yox, nədən qorxacam? Zəng vuruldu, mən gedim. Natiq, birdən çaşıb başqasına deyərsən, ha? Natiq. Oğlum. Natiq, mən bilirəm. Sənin elə bir vaxtındır ki, sən gəzmək, oynamaq istəyirsən. Amma sənin vəziyyətin dostların kimi deyil. Onlara fikir vermə bala. Mən sizin üçün yaşayıram. İstəyirəm heç vaxt korluq çəkməyəsiz. Amma hər şey bizim istədiyimiz kimi olmur. Sənin atan çörək pulu qazanarkən öldürüldü. Siz mənə onun yadigarısınız. Mən onun qəbri üstə söz vermişəm. Sən mənim ağıllı balamsan. Yalandan, pis işlərdən uzaq ol. Amma mən bilirəm mənim oğlum sərxoş olmaz. Oğru olmaz. Mənim oğlum heç vaxt yalançı olmaz. Bugünkü qismətimiz bax budur. Buna da şükür. Sabah biri gün oxuyarsan, böyük adam olarsan, onda daha çox imkanın olar. Amma indi buna da şükür eləmək lazımdır. Oğlum, bu evin kişisi sənsən. Bizə sən sahib çıxmalısan. Bizə sən böyüklük eləməlisən. Üzümüzü qara eləmə balam. Yaxşı, yaxşı, ağıllı balam. Bu sənə ana nəsiyyətidir. İstəmirəm bir gün peşmançılıq hissi keçirib deyəsən ki, anam demişdi ya bunu mənə. Peşmançılıq olmasın heç vaxt. Mənim gücüm çatan budur, oğul. Sən də mənə kömək elə. Danışdın, ana? Danışdım, qızım. Ana, mən gedirəm. Allah köməyimiz olsun. Çox yaxşı danışmısan, deyəsən, ana. Harda qaldı yala bu? Tələsmə də gələr. Hələ 5 dəqiqəsi var. Ruslan, 9-dan 1 dəqiqə o tərəfə getsə ya, gözləməyəcəm. Ude gəlir. Salam uşaqlar. Natiq, elə bildim qorxub gəlməyəcəksən. Gəldim də, söz vermişdim axı. Yaxşı, yaxşı uşaqlar, vaxt itirməyək, gedək. Getdi.
Gəlin. Vay ki. Geç qabağa. Nə qəşəng evdə. Nati, hə, keçsən oranı axtar. Sən də buranı. Yaxşı. Nati, dursan da televizor götür. Mən? Yox, mən. Eşitmirsən? Sənə deyirəm dur televizor götür. Mən necə aparacağam bunu? Yolda görərlər axı. Kim görəcək la? Tez elə dur televizor götür. Biz çıxırıq çöldə səni gözləyirik. Ruslan. Gəl. Gözləyirik səni. Gəl. Sən özün kömək ol Allahım. Mən acizəm, gücsüzəm. Sən balalarıma kömək ol Allahım. Onları xatadan, bəladan, şərdən qoru. Pis əməllərdən qoru balalarımı Allahım. Ya Rəbbim. Hara qaçsan ha? Nə olub buna? Nə oldu ala buna? Hara gedib? Bəlkə eviyyəsi gəlib. Getdi. Natiq? 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 Oğlum, nə olub sənə? Nə olub oğlum? Ana, qapı. Nə olub ay Nə Natiq? deyirsən? Hansı qapı? Nə qapısı? Qızım qaç su gətir tez elə. Natiq. Ananın nəsihətindən sonra çıxıb oğurluğa getmisən, hə? Nə deyim mən sənə? Dayan qızım, hər şərdə bir xeyir var. Nə xeyri ana? Yaşlı arvadın evinə oğurluğa gediblər. Buna bax, mənim qardaşım oğrudur, dəli olacam mən. Dayan Natavan. Hə, sonra?
Televizora yerə qoyan kimi divar dönüb qapı oldu, hə? Həm də içmisən bugün. O divar başıma çökəydi. Natəvan bəsdir. Allahın ona da bizə də rəhmi gəlib. Başa düşdüyü dildə hər şey ona göstərib Allahım. Bacı, vallahi doğrudan elə idi. Öz gözlərimlə gördüm. Girdiyimiz qapının yerində divar var idi. Ana, vallahi elə oldu. İnanıram, düz deyirsən bala, inanıram. Ağlınla görmədiyini, ürəyinlə görmədiyini, gözünlə göstərdi sənə yaradan. Bizi başa düşmürdün, indi başa düşərsən. Səni Allah qorudu pis işlərdən. Ana, bir də eləməyəcəyəm. Bir də o uşaqlara qoşulmayacağım, ana. Sözündən çıxmayacağım, ana. Bağışla, ana. İnanıram. Düşün derin, inan buna her derdin var.